Yəni bax, məhz yəni Bakıda biraz iqtisadi aktivlik kifayət qədər yüksəkdir. Bakıdan kənarda olan sahibkarlar bu vergi necə sezilir özlərində? Əvvəla qeyd edim ki, Azərbaycan iqtisadiyyatında bölgələrin payı kifayət qədər azdır və vergilərin yükünün böyük olması onlar üçün ağırlıq yaradır. Məsələn, kənd təsərrüfatı istehsalçıları üçün, fermerlər üçün kənd təsərrüfatı ümumiyyətlə vergi yükü çox deyil. Yalnız torpaq vergisi istisna olmaqla onlar bütün vergilərdən azaldılır. İndi sual yaranır. Əgər bir sahibkar yalnız simvolik səviyyədə olan torpaq vergisi verəndən sonra başqa heç nə vermirsə, məntiqlə orada istehsal formalaşmalıdır da, orada xidmət genişlənməlidir, orada hər hansı bir işgüzar aktivlik artmalıdır. Biz baxırıq ki, əslində yalnız bir sahibkara pul verib kənara çəkilmək və yaxud da ki, onları birbaşa subsidiyalaşma var, bir də dolayı subsidiyalaşma var. Birbaşa subsidiyalaşma odur ki, siz vətəndaşa məqsədli dövlət proqramlarının icra olunması üçün ayrılan əvəzsiz maliyyə yardımlarıdır büdcədən, bu subsidiyadır. Bu birbaşa subsidiyadır, amma dolayı subsidiyalaşma da vardır ki, siz onları hər hansı bir vergi yükündən azad edirsiniz, əlverişli sığorta şərtləri yaradırsınız, hansısa bir logistik dəstək göstərirsiniz və dolayısıyla sahibkarın əldə etməli olduğu gəliri dövlət hansısa yollarla onun əlindən almır, əksinə onun özündə saxlamağa meyl edir. Amma bizdə görürük ki, birbaş və dolayı subsidiyalaşması olmasına baxmayaraq və vergi yükünün ağır olmasına baxmayaraq bizdə kənd təsərrüfatı inkişaf etmir. Deməli, səbəb maliyyə yükü ilə bağlı deyil, daha çox idarəetmə ilə bağlıdır. Və ona görə də bizim bölgələrimizdə hazırda kənd təsərrüfatında vəziyyət bundan ibarətdir ki, məsələn, məşğul əhalinin 38% kənd təsərrüfatı sahəsində çalışır. Hər halda rəsmi məlumatlara görə belədir, amma məsələn, mən şəxsən hesab edirəm ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 38% kənd təsərrüfatında çalışmır. Belə deyək ki, məsələn, onun torpaq adına torpaq var. Məsələn, Şəmkirli bir vətəndaşımızdır. Şəmkirdə qeydiyyatdadır, amma məsələn, Rusiyanın bazarında hansı bir ticarətlə məşğuldur. O məntiq olaraq məşğul əhali qrupu olaraq Azərbaycan Statistik Komitəsinin məşğul əhali kimi qeydə alınır. Lakin o istehsal etdiyi məhsul, xidmət, məsələn, Rusiyanın ümumi daxili məhsulundan hesablanır.